Əmək pensiyaları haqqında qanuna dəyişikliklər layihəsi parlamentin bugün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Bu barədə parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadır Əcəbli məlumat verib. O qeyd edib ki, bu dəyişikliklə ölkədə əmək pensiyalarının minimum həddi müəyyənləşdiriləcək və bundan sonra əmək pensiyaları 116 manat yox, 160 manat olacaq. Bu artım ümumilikdə ölkədə 233 minə yaxın əmək pensiyaçısına, xüsusilə əlil olan pensiyaçılara şamil olunacaq. Dəyişikliklər qəbul olunduqdan sonra martın 1-dən qüvvəyə minəcək. Bunun üçün bu ilin dövlət büdcəsindən 41 milyon, gələn il isə 49 milyon ayrılacaq. Dəyişikliklər layihəsi səsə qoyularaq qəbul edilib. Fevralın 20-sində Bakı və Abşeron yarımadasında yağıntının səhər tədricən kəsiləcəyi, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70% təşkil edəcək. Fevralın 19-undan 20-sinə keçən gecə bəzi şəhər ətrafı və nisbətən yüksək ərazilərdə yolların buz bağlama ehtimalı var. Rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. Oxu.az-ın əldə etdiyi məlumata görə müvafiq əmri Daxili İşlər Naziri General-Polkovnik Ramil Yusubov imzalayıb. Sənədə əsasən Əli Əsədullayev Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsinə rəis müavini təyin edilib. Xatırladaq ki, Əli Əsədullayev Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə idarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğludur. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev şəhid vərəsələrinə 11 min manatlıq birdəfəlik ödəmələrin verilməsinin gecikdirilməsi ilə bağlı səsləndirilən narazılıqlara aydınlıq gətirib. Oxu.az-ın məlumatına görə Nazir Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, təxris olunmuş hərbiçilərin bir qrupu ilə görüşündə bildirib ki, gecikmə sənədlərin toplanması ilə bağlı olub. 11 min manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı ötən ilin oktyabrın sonunda ilkin məlumat toplanıb və bu məsələ ilə bağlı iş başlanıldı. Bu iş üzərində ötən ilin noyabrından etibarən səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti və dövlət sosial sığorta şirkəti tərəfindən iş aparıldı. Ümumi siyahının təsdiq olunması üçün məlumatlar bir aya hazırlanıb. Sahil Babayev bildirib ki, yekun qərarda 2700-dən artıq insanın sənədləri toplanıb. Proqramın hazırlanması üçün proses 3 ay çəkdi. Çünki 3000-ə yaxın insanın sənədlərinin toplanması asan məsələ deyil. Biz hər bir sənədə bir-bir baxırdıq. Daxili İşlər Nazirliyi arxivdən 461 polis şəhidinin məlumatlarını bizə təqdim etdi. Bunu açıqlayıram, çünki adətən pərdə arxasında olan iş tam olaraq məlum olmur. Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yanvar ayında keçirilən iclasında da çıxışı zamanı sənədlərin toplandığını və sənədlər yekunlaşdıqdan sonra qərar veriləcəyini bildirmişdi. Məsələ ondadır ki, həmin insanların böyük əksəriyyəti sığorta ödənişi almışdı. İlham Əliyevin tapşırığına əsasən həmin dövrün tələbinə görə 1992-1997-ci illərdə onlara ayrılan sığorta məbləği araşdırılır. Həmin vaxtda alınan məbləğ minimum əmək haqqının 1000 qatı idi deyə nazir qeyd edib. Prezident İlham Əliyev Fərid Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərid Raufoğlu Şəfiyev Azərbaycanın Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 6-sında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.
Bakı şəhər icra hakimiyyətində kadr dəyişikliyi baş verib. Qafqaz İnfonun verdiyi xəbərə görə bir neçə ay öncə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət alan Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov vəzifəsindən azad olunub. Onun yerinə Elşən Məmmədzadə təyin edilib. Elşən Məmmədzadə bu gün kollektivə təqdim olunub. Yaponiya hökuməti müxalifət lideri Juan Guaidonu Venezuelanın müvəqqəti prezidenti kimi tanıyıb. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin rəhbəri Toro Kono bildirib. Qeyd edək ki, hazırda Juan Guaidonu legitim prezident kimi Amerika Birləşmiş Ştatları, Kanada, Sloveniya və Latin Amerika ölkələri tanıyır. Rusiya və Türkiyə Nikolas Maduronu dəstəklədiyini bildirib. Guaido isə 61 ölkənin onu tanıdığını bəyan edib. Əmanətlərin tam sığortalanması haqqında qanuna dəyişiklik edilib. Qafqaz İnfo xəbər verir ki, sözügedən qanun 2016-cı ildə qəbul olunub və sənəddə göstərilir ki, əmanətlər 3 il müddətinə tam sığortalanır. Həmin müddət martın 4-də bitəcəyinə görə onun daha 1 il uzadılması təklif olunur. Təklif səsi qoyularaq qəbul edilib və beləliklə əmanətlərin tam sığortalanmasının müddəti 1 il daha artırılıb. Azərbaycanda çörəyin qiymətinin artacağı ilə bağlı məlumatlar yayılıb. Hətta bəzi sahibkarların artıq çörəyin çəkisi hesabına qiyməti qaldırdığı iddia olunur. Oxu.az xəbər verir ki, İqtisadiyyat naziri Şahin Mustafayev bu barədə məlumatlara aydınlıq gətirib. Onun sözlərinə görə Azərbaycan buğdanın bir hissəsini idxal edir və idxal etdiyi ölkələrdə buğdanın qiyməti bir qədər artıb. Bunun təsiri Azərbaycanda hiss oluna bilərdi. Amma hökumət tərəfindən zəruri tədbirlər görülüb. Həm buğda idxalçıları, həm çörək bişirən sahibkarlarla, həmçinin ticarət şəbəkələrinin nümayəndələri ilə görüşlər keçirilib. Hesablamalar aparılıb. Hazırda çörəyin qiymətində hər hansı dəyişiklik gözlənilmir. Lazım olan hallarda hökumət tərəfindən əlavə tədbirlər görüləcək ki, bu qiymətlər alıcılara təsir etməsin deyə nazir qeyd edib. O bildirib ki, bazarda qiymətlər gündəlik nəzarətdə saxlanılır. Bütün zəruri ərzaq məhsullarının qiymətlərinin gündəlik monitorinq aparılır. Hazırda hər hansı süni qiymət artımına rast gəlinmir. Hökmran mövqeyə malik sahibkarlar tərəfindən süni qiymət artımına yol verilməsinin qarşısı daima alınır. Bazar prosesində bəzi qiymətlər arta düşə bilər. Bu normal prosesdir. Əsas odur ki, hökumət tərəfindən aidiyyatı strukturlar tərəfindən nəzarət təmin olunur. Süni qiymət artımı aşkar olunarsa, dərhal müdaxilə olunur, tədbirlər görülür. Digər tərəfdən qiymətlərin artım səbəbləri araşdırılır və zəruri olan hallarda mütləq iqtisadi alətlərlə qarşısı alınır. Şahin Mustafayev vurğulayıb ki, dövlət tərəfindən ölkədə süni qiymət artımlarının qarşısının alınması üçün tədbirlər görülür. Ölkəyə idxal olunan payı 35%-dən yuxarı olan idxalçılar, eyni zamanda istehsalda analoji pay olan istehsalçılar nəzarətdədir və onlar qiymətləri dövlətin razılığı olmadan qaldıra bilməzlər. Mingəçevir şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib. Günorta saatlarından güclənən külək nəticəsində şəhərin Nəriman Nərimanov, Aydın Məmmədov, Təbriz və digər küçələrində ağaclar tam və ya qismən qırılaraq küçə və səklərə düşüb. Nəticədə Mercedes və Vaz 2107 markalı 2 maşın qırılan ağacların altında qalaraq əzilib. Küləyin gücləndiyi andan etibarən şəhərin Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin briqadaları fəsadların aradan qaldırmasına başlayıblar. Təbiət hadisəsi nəticəsində şəhərin bir sıra yerlərinə elektrik enerjisinin verilməsində uzun müddətli fasilələr yaranıb. Həmçinin bir sıra ərazilərdə yanğın hadisələri qeydə alınıb.